Yanlış düşüncə ümumiyyətlə necə olur? Bu haqda mən danışacağam. Çünki yanlış düşüncələrin necəliyini, nə formada olmasını biz bilmədən onların islahı, onların düzəldilməsi ilə bağlı bir addım da ata bilmərik. Bir daha qeyd edirəm ki, yanlış düşüncə dedikdə əsasən bizim emosional və bizim davranışsal həyatımıza təsir edən avtomatik və anlıq düşüncələrdən söhbət gedir ki, bu düşüncələr bəzən oturub özümüz üçün xəyal qurduğumuz formada açıq-aşkar, aydın olmur. Yəni, bəzən insan düşünməsinin fərqində olur. Mən düşünürəm, mən fikirləşirəm, mən təsəvvür edirəm, mən xəyal edirəm. Çox zaman bunların biz fərqindəyik. Amma bizi ən çox narahat edən bəzən fərqində olmadığımız, çox sürətlə zehnimizdən keçən anlıq düşüncələrdir. Niyə bu düşüncələrin fərqində olmuruq? Çünki o qədər biz zaman-zaman təcrübələrimizlə belə düşüncələr özümüzdə formalaşdırmışıq ki, bunlar artıq bir vərdişə çevrilib. Və bir iş adətən vərdişə çevrilən zaman insan artıq fərqində olmadan belə həmin vərdişi həyatının müxtəlif sahələrində təkrar edir. O ki, qaldı düşüncələrimizə ki, biz ümumiyyətlə düşünən bir varlıq və hər zaman bəzən istəsək də, istəməsək də düşünməli oluruq. Ona görə anlıq düşüncələr bizim daha çox təsirləndiyimiz fikir formalarından biridir. Anlıq düşüncələri tam olaraq tuta bilmək, tam olaraq onları görə bilmək üçün təbii ki, mütəxəssisə müraciət etmək daha doğru olan bir yoldur. Sadəcə mən burada ümumi olaraq bu mövzu ilə bağlı bir qısa da olsa hər hansı bir məlumatı paylaşmaq istərdim sizinlə.